Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci test toplusu birinci hissə səhifə 4-dən başlayaraq birinci testlərin izahını verəcəyəm. Testlərin izahını verməzdən öncə mövzular haqqında qısa məlumat verək. Miqyas, horizontallar haqqında. Bizi əhatə edən təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri coğrafiya elmi öyrənir və bu öyrənmə prosesi coğrafiya informasiyalarının toplanmasından başlayır və müxtəlif vasitələrlə əldə olunan bu informasiya daha sonra alimlər tərəfindən tədqiq olunur və fərqli üsullarla mətn, qrafik, şəkil, cədvəllərlə təqdim olunur. Və belə təqdim etmə üsullarından biri də və ən geniş yayılanı kartoqrafik hesablamalardır, təsvirlərdir. Və biz miqyasa baxaq. Miqyas vasitəsilə biz böyük ölçüləri, yəni yer səthində olan əraziləri kartoqrafik təsvir etmək üçün ilk növbədə biz miqyasdan istifadə edirik. Və biz miqyası ilk dəfə qədim Yunan alimi Anaksimander istifadə etmişdir və istifadə olunmasına görə miqyas 3 yerə bölünür. Ədədi adsız miqyas, izahlı miqyas, adlı miqyas, xətti miqyas, yəni qrafik. Ədədi miqyas sürəti vahid, məxrəci isə coğrafi obyektlərin kiçilmə dərəcəsini göstərən və yuvarlaq ədəddən ibarət kəsirdir. Fikir versək, burada rəqəmlərlə göstərilmişdir. Və izahlı miqyas, ədədi miqyasın izahlı forması izahlı miqyas adlanır. Fikir versək, 1 santimetrdə neçə metr və ya kilometrin uyğun gəldiyi göstərilir. Xətti miqyas nəyə deyilir? Xətti miqyas miqyasın qrafik ifadəsi xətti miqyasdır. Yəni xətti miqyası əsasən planda və xəritədə məsafələri pərgarla ölçüb həqiqi məsafə təyin edilir. Yuxarıda verilmiş izahlı miqyaslar aşağıdakı qaydada xətti miqyas şəklində göstərilir. Fikir versək, əgər baxın bu əraziyə, hissəyə fikir versək, 1 santimetrdə 50 metr, 1 kilometrdə 20, demək 1 santimetrdə 20 kilometr, 1 santimetrdə 400 kilometr, 1 santimetrdə 100 metr, 1 santimetrdə 35 kilometr, yəni bu cür oxunuşu mövcuddur. Fikir versək, izahlı miqyasa baxaq. Burada göstərilir 1 santimetrdə 50 metr, 1 santimetrdə 100 metr, 1 santimetrdə 2 kilometr və s. Və məsələ həllərində biz bunları qeyd edəcəyik. Horizontallar nəyə deyilir? Relyefin təsvirində. Horizontallar eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən əyri xətlərdir və həm də izohips adlanır. Kəsmə yüksəklik nəyə deyilir? İki qonşu horizontal arasında qalan hündürlük fərqinə kəsmə yüksəklik deyilir. Plan və topoqrafik xəritələrdə kəsmə yüksəkliyin təsvirin bütün hissələrində sabit olur. Fikir versək, demək kəsmə yüksəklik burada aydın göstərilir. Mütləq hündürlük, meyilli yamac, daxili horizontal, iki qonşu horizontal arasında qalan hündürlük fərqi kəsmə yüksəklik, xarici horizontal, fikir versək, xarici horizontal, daxili horizontal, berg ştriklər. Berg ştriklər nəyə deyilir? Berg ştriklər horizontallara perpendikulyar çəkilmiş yamacın eniş və səs sularının axın istiqamətini göstərən qısa xətlərdir. Və əgər fikir versək, berg ştriklərin istiqaməti baxın bu cürdürsə çölə tərəf. Deməli bu yüksəkliyi təsvir edir. Əgər daxilə doğru çəkilmişsə, deməli çökəkliyi göstərir. Yəni berg ştriklərin istifadə edərək horizontalın yüksəkliyə və yaxud da çökəkliyə aid olduğunu görərik. Və bir də meyillik göstərilir. Əgər horizontal
xətlərinin daha sıx keçdiyi yerdə yamaç daha meyilli, dik fikir versək. Əgər meyilliyi çoxdursa, deməli yamac dikdir. Əgər seyrək keçdiyi yerlərdə isə az meyillidir. Fikir versək, horizontallar arasında məsafə böyükdür. Deməli, bu ərazilərdə meyillilik azdır. Və bir də bunları nəzərə alaq. Biz istifadə edəcəyik paralel və meridianlar. Paralel və meridianlar biz bilirik ki, yer kürə formasında olduğu üçün ekvatora paralellər çəkilmişdir. Bunlar paraleldir, fikir versək. Və bir də perpendikulyar istiqamətində çəkilən meridianlar, xətlər meridianlar adlanır. Və həmin meridianlar coğrafi qütblərdən keçir. Və bütün meridianların uzunluqları bir-birinə bərabərdir. Paralellərdə isə fərqli olaraq, çünki yer kürə formasındadır, fikir versək, ekvatordan şimala doğru və ekvatordan cənuba doğru və yer kürəsinin məsafəsi dəyişir, ölçüsü dəyişir və ona görə də paralellərin ölçüləri dəyişir, fikir versək, dəyişir. Və paralel çevrələrinin dərəcələri burada verilmişdir. 0 dərəcə, 10 dərəcə, 20 dərəcə, 30 dərəcə və 90 dərəcəyə qədər. Fikir versək, 0 dərəcəlik paraleldə, yəni ekvatorda 1 dərəcəlik qövsün uzunluğu 111,3 kilometrdir. 10 dərəcəlikdə 109,6 kilometr və s. və 90 dərəcəyə getdikcə fikir versək, məsafələr azalır. 90 dərəcədə artıq 0 kilometr olur. Yəni artıq biz qütblərə çatmış oluruq. Və indi məsələmizi həll edək. Birinci mövzuya baxaq. A məntəqəsinin B-dən 1,5 dəfə az yüksəkliyə malik olduğu sxemi tapın. Fikir versək, biz C variantına baxaq. B məntəqəsində, yəni daxili horizontalda və A məntəqəsində, yəni xarici horizontalda fikir versək, berxişlərə baxsaq, görərik biz yüksəkliyi görürük. Və dağın ətəyinin zirvəsinə doğru getdikcə hündürlüyü artır. Hündürlük artdıqca bizə qeyd edir ki, A məntəqəsi B-dən 1,5 dəfə az hündürlüyə malikdir. Doğrudan da, əgər demək, həmən məntəqə 30 metrdirsə, digər məntəqə 45 metrdirsə, aralarındakı hündürlük fərqi 15 metrdirsə və kəsmə yüksəkliklərin sayına baxaq, 1, 2, 3. 3 dənə kəsmə yüksəklik varsa, deməli, həmən rəqəm, yəni kəsmə hündürlük fərqi 1,5-ə tam bölünür. Və 1,5-ə tam bölünürsə, deməli, bu A məntəqəsi B-dən 1,5 dəfə az yüksəkliyə malikdir. Digər məntəqələrdə isə demək, hündürlüklər müxtəlif olduğu üçün və onlar arasındakı fərq demək, 1,5-ə az bölündüyü üçün, yəni fərq tam rəqəm alınmır. Ona görə də bizə doğru cavab C variantında düzgün verilmişdir. Doğrudan da B məntəqəsində əgər B məntəqəsinin hündürlüyü 45 metrdirsə, A məntəqəsinin hündürlüyü 30 metrdirsə, deməli, A məntəqəsi B-dən 1,5 dəfə az yüksəkliyə malikdir. Növbəti məsələmiz, digər məsələlər də eyni tipli məsələ olduğu üçün onların izahını artıq demək, bir-iki məsələlərin izahına baxaq. A və B nöqtələr arasındakı hündürlük fərqini müəyyən edin. Yenə də A məntəqəsinə, əgər B fikir versək, bizə 2 dənə horizontal verilmişdir. Onlar arasında hündürlük fərqi 10 metrdir və kəsmə yüksəkliklərin sayına baxaq. 2 kəsmə yüksəklik vardır
və 10-u, yəni 15-dən 5-i çıxanda 10, onu da 2-yə bölürük, 5 metr. Deməli, kəsmə yüksəkliyimiz 5 metrdir. Bizdən soruşur A və B nöqtələri arasındakı hündürlük fərqini. Və B məntəqəsinin hündürlüyü 10 metr, A məntəqəsinin hündürlüyü 20 metr. 20 metr, 10 metr. Hündürlük fərqi demək 10 metr olacaqdır. Bizdə doğru variantımız C variantında düzgün verilmişdir. Burada da eyni kəsmə yüksəklik 5 metr olan sxemdəki A və B nöqtələrinin mütləq hündürlüklərini müəyyən edin. Əgər kəsmə yüksəklik 5 metrdirsə, bizə berg ştriklərə fikir veririk. Çölə tərəf çəkilmişdir. Deməli, yüksəklikdir. 25 metr, 5 metr, 30 metr. B məntəqəsi isə 5 çıxanda 20 metr, 30 metr və 20 metr. Bizdən A və B nöqtələrinin mütləq hündürlüklərini soruşur. A məntəqəsi oldu 30 metr, B məntəqəsi oldu 20 metr. Burada doğru cavab B variantında düzgün verilmişdir. Və 7 nömrəli məsələyə baxaq. A və B nöqtələri arasındakı hündürlük fərqi. Yenə də burada da olduğu kimi tapırıq. A məntəqəsi 10 metr, 30 metr bir horizontal verilmişdir. Hündürlük fərqi 20 metr və 2-yə böləndə 10 metr. Deməli, kəsmə yüksəkliyimizin hündürlüyü oldu 10 metr. Və B nöqtəsinin hündürlüyü, əgər fikir versək, rəqəmlərə fikir versək, biz hündürlük, yüksəklik göstərilir və 10 metrdə üzərinə gəlirik 40 metr, A nöqtəsi isə 10 metr. Bizdən soruşur nöqtələr arasındakı hündürlük fərqi. 40 metr, 10 metr, hündürlük fərqi 30 metrdir. Məsələ 9-a baxaq. Kəsmə yüksəklik 5 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyü. Fikir versək, əgər berg ştriksə baxsaq, berg ştriklər içəriyə doğru, daxilə doğru çəkilmişdir. Deməli, çökəklikdir. Və bizdən A məntəqəsinin nöqtəsinin mütləq hündürlüyünü soruşur. Xarici horizontalın hündürlüyünə baxsaq, 35 metr. 35 metr və fikir versək, A məntəqəsi ilə, yəni daxili horizontalla xarici horizontal arasında neçə dənə kəsmə yüksəklik vardır? Sayaq 1, 2, 3, 4, 5. 5 dənə kəsmə yüksəklik vardır. Kəsmə yüksəkliyimiz isə hündürlüyü 5 metrdir. Və 5-i 5-ə vuranda 25, 35-dən çıxırıq 25-i, tapırıq 10. Deməli, hündürlük fərqi 10 metrdirsə, A nöqtəsinin, yəni 35-dən 25-ə çıxanda tapırıq, demək, A nöqtəsinin hündürlüyü, buradan doğru cavabımız A variantında düzgün verilmişdir. 10 nömrəli məsələyə baxsaq, yəni eyni tiplidir, məsələlərin izahı eynidir. Bu dəfə berg ştrikə baxsaq, çölə tərəf çəkilmişdir, deməli, yüksəklikdir. Və daxın zirvəsinə doğru getdikcə hündürlüyü artacaqdır. 11 nömrəli məsələyə baxaq. Turistlər şimal istiqamətində 4 kilometr getdikdən sonra, deməli, biz bunun şəklini çəkək. Əgər demək, əvvəlki istiqamətə qayıtmaq istəyiriksə, A nöqtəsindən 4 kilometr şimal istiqamətində. Şimal istiqaməti deyirsə, fikir versək, şimala doğru biz 4 kilometr hərəkət edirik. Sonra qeyd edir ki, 270 dərəcəlik azimutla. Üfüqün cəhətləri mövzusunda biz fikir versək, şimal, cənub, şərq, qərb istiqamətində biz üfüqün cəhətləri və aralıq cəhətlər burada qeyd olunmuşdur. Daha aydın formada göstərilir. Şimala doğru 0 dərəcə, cənuba doğru 180 dərəcə, şərqə doğru 90 dərəcə və qərbə doğru 270 dərəcə biz hərəkət etmiş oluruq. Aralıq dərəcələrdə isə, misal üçün, şimal-şərq istiqamətində 45 dərəcə, şimal-şərq istiqamətində artıq 45 dərəcənin yarısı 22,5 dərəcə, şimal-şərq
Yenə də 67,5 dərəcə. Şərqə doğru hərəkət edirik 90 dərəcə və artıq biz cənuba doğru hərəkət ediriksə 112,5 dərəcə cənub, demək ki, şərq, cənub, şərq. Bu da 135 dərəcə cənub, şərq və bir də cənub, cənub, şərq 157,5 dərəcə. Yenə də, yəni üzərinə 45 dərəcənin, 90 dərəcənin üzərinə 45 dərəcənin yarısını gəldik və bir də 45 dərəcənin özünü gəlirik. Belə rəqəmləri artıra, baxın bu cür cəhətləri, aralıq cəhətlərini tapmaq olur. Əgər biz fikir versək, bizə qeyd edirsək 270 dərəcəlik azimut deyirsə, deməli biz qərbə doğru 4 kilometr hərəkət ediriksə, çatdığımız məntəqədən biz əvvəlki məntəqəyə qayıtmaq üçün fikir versək, hansı azimutdan istifadə ediriksə, baxın bu cür belə işarə qoyuruq və buradan cənub-şərq istiqamətində, yəni fikir versək, baxın belə istiqamət qoysaq, cənub-şərq istiqamətində cənub-şərqə doğru 135 dərəcə hərəkət etmiş olarıq. Burada da doğru cavabımız burada verilmişdir. Cənub-şərq 135 dərəcə. Azimut mövzusunda bir neçə məsələlər var idi. İndi qarşımıza çıxdıqca izahını verəcəyik. Burada da eyni tipli məsələdir. Turistlər 270 dərəcəlik azimutla, əgər 270 dərəcəlik azimut deyirsə, fikir versək, əvvəlcə 270 dərəcəlik azimutla hərəkət etmiş oluruq. 3 kilometr hərəkət edirik, 3 kilometr. Sonra qeyd edir ki, sonra şimal istiqamətində 3 kilometr getdilər. Şimal istiqamətində yenə də hərəkət edirik şimala doğru 3 kilometr. Və sonra qeyd edir ki, əvvəlki məntəqəyə ən qısa yolla hansı istiqamət və azimutla hərəkət etmiş oluruq. Yenə də baxın belə bir istiqamət, baxın belə bir işarə çəkirik. Buradan əvvəlki istiqamətə qayıtmaq üçün yenə də eyni yolla hərəkət edirik. Baxın azimuta baxırıq. Cənub, şərq 135 dərəcə. Fikir versək, cənub, şərq 135 dərəcə. Doğru cavabımız C variantında düzgün verilmişdir. 13 nömrəli məsələ də eyni tipli məsələdir. Və burada biz 14 nömrəli məsələyə baxsaq, baxın birinci məsələ ilə eyni tipli məsələdir. Bu məsələ ilə 14-cü məsələ ilə eynidir. Sadəcə olaraq burada A məntəqəsinin B-dən 1,5 dəfə çox. Birinci məntəqədə az hündürlük deyirsə, az yüksəklik. İkinci məntəqədə isə deyir ki, məsələdə 1,5 dəfə çox yüksəkliyə malikdir. Burada doğru cavabımız C variantıdır. Əgər berq ştrixlərə baxsaq, daxilə doğru çəkilmişdir, deməli çökəklikdir. Xarici horizontalın hündürlüyü burada verilir. Daxili horizontalın hündürlüyü əgər demək 30 metrdirsə, demək xarici horizontalın hündürlüyü 45 metrdirsə, digər horizontalın hündürlüyü aralarındakı hündürlük fərqi fikir versək, yəni kəsmə yüksəkliyin hündürlüyü 5 metrdir. Əgər xarici horizontallar hündürlüyü 45 metrdirsə, daxili horizontalın hündürlüyü 30 metrdirsə, aralarında hündürlük fərqi 15 metrdirsə və sayaq kəsmə yüksəkliklərinin sayı 3 dənə kəsmə yüksəkliyi varsa, onları bölürük. Hündürlük fərqini bölürük kəsmə yüksəkliklərinin sayına və kəsmə yüksəkliyin hündürlüyünü tapırıq. Kəsmə yüksəkliyimizin hündürlüyü olur 5 metr. Və deməli burada məsələnin məğzində nə deyir? 1,5 dəfə B-dən A məntəqəsinin hündürlüyü B-dən 1,5 dəfə çoxdur. Deməli bu çökəklikdir. Dərinə doğru getdikcə hündürlük azalır. B məntəqəsinin hündürlüyü 30 metrdir. A məntəqəsinin hündürlüyü 45 metrdirsə və
demək aralarındakı hündürlük fərqi də 15 metrdirsə və bu 1,5-ə tam bölünürsə, deməli bizim yəni tam bölünürsə, deməli 1,5 dəfə çox hündürlüyə malikdir. Yəni bu cür tapmaq olur.